Kanton sərgisinə Guangzhou'ya gələnlər adətən Uyğur, Türk ya da yerli Çin mətbəxini sınayırlar. Amma mən bugün sizin biraz gastronomik zövqünüzü dəyişmək istəyirəm. Əgər siz Kanton gülləsinin ya da şəhərin mərkəzində yerləşən K11 ticarət mərkəzi və Göydələnin yaxınlığındasınızsa, sizə 4 dənə İtalyan restoranı deyəcəm ki, 4-ündən biri sizi dəqiq təcrübələndirəcək. İlk və ən lüks abu-havalı restoran Mercato K11 ticarət mərkəzində yerləşir, 8-ci mərtəbədə. Guangzhou'dakı Mercato restoranı 2019, 20, 21, 22, 23-də Michelin Guide tərəfindən tövsiyə olunan restoranlar siyahısındadır. Bu o deməkdir ki, restoran yüksək keyfiyyətli yemək, xidmət və mühitə malikdir. Ulduz deyil, sadəcə tövsiyədir. Hava imkan verirsə ruftopda oturmaq daha məsləhətdir. Əminliklə deyə bilərəm ki, bu restoranın yeri Guangzhou ən top yerlərdən biridir. Gözəl ab-hava, mənzərə, lüks yemək axtarırsınızsa bu restoran həddindən artıq tövsiyə edirəm. Bütün adresləri açıqlamada yazacağam. Restoranda nə sifariş etsəz hamısı super olacaq, amma bu pizzaya görə qayıdın və rəy yazın. Pizzanın adı yumurtalı trüfelli pizzadır. İkinci yer Oji. Kanton Place-də yerləşir. Kanton Place-də müxtəlif restoranlar var. Zövqünüzə görə axşamlar burada işıqlanma və fontan var. Mən biraz tez gəlmişəm səhər-səhər videonu çəkmək üçün. Bunlar hələ açılmayıb, amma mənim üçün açdılar ki, çəkim və göstərim sizə. Pulsuz reklam. Mənim təcrübəmə görə bu Oji'də qeyri-adi bir şey yoxdur. Sadəcə ab-havalı yerdir, yeri gözəldir. Əsasən də verandada oturub dincəlmək olar. Üçüncüsü Piazza Italiana. Bu biraz trattoriya kimidir. Loru dildə desək, narodnudur. Müdürü İtalyanlıdır özü. Hər axşam günorta burada olur. Özü salamlaşır, danışır müştərilərlə. Amma lüks istəsəniz burada o yoxdur. Normal. Deyim ki, bu Oji'nin eyni səviyyədədir. Xaricilər çox sevir bu yeri çünki sadədir. Keyfiyyət yaxşı, qiymətlər baha.